Aparıcılar da cərimələnəcək. Bilirsiniz nəyə görə cərimələnəcəklər? Çünki onlar efirdə bəzi hallarda əcnəbi sözlərdən istifadə edirlər. Məsələn, okey sözündən, davay sözündən, uje sözündən, düzdür, mən təsəvvür eləmirəm bir aparıcı efirdə necə davay deyə bilər və yaxud da ki, okey deyə bilər. Yəni, mən ümumiyyətlə bilmirəm də hansı hallarda bu sözlərdən istifadə olunur, amma bütün hallarda istifadə olunur. Hətta Audiovizual Şuranın bununla bağlı hesaplaması var ki, aparıcılar 2 həftəyə 104 dəfə okey sözündən istifadə ediblər. Və buna görə də artıq aparıcıları 500 manatdan 1000 manata qədər cərimə gözləyir ki, Audiovizual Şuranın rəhbəri, sədri İsmət Səttarov deyir ki, maliyyə imkanlarını nəzərə alsaq, biz heç vaxt istəmərək ki, hansısa televiziyanı ümumiyyətlə cərimə eləyək, amma ki, biz məcburuq, artıq belə deyək də, aparıcılar bizə başqa yol qoymurlar, başqa seçim vermirlər. Amma şəxsən öz adıma deyirəm, 25 il televiziya təcrübəsi olan birisi kimi deyirəm ki, kaş ki elə bizim aparıcılarımız həftədə 104 dəfə yox, gündə 104 dəfə okey işlədərdilər, amma o biabırçı verilişləri təqdim etməzdilər cəmiyyətə, təqdim etməzdilər insanlara və evlərin mətbəxini, iç üzünü, qadınla kişinin az qala intim münasibətini təqdim etməzdilər. Ondan sonra okey sözü deməklərini mən daha belə deyək də məqbul hesab edirəm. Düzdür, mənim nəyi qəbul edib, nəyi qəbul etməməyimdən heç nə asılı deyil. Amma valla bu qulaq eşidə-eşidə olunan təhqiramiz ifadələrdənsə hansısa aparıcının okey sözü deməsi məncə çox normaldır. İndi sizə belə deyək də televiziyamızdan olan bir incini təqdim eləyəcəm. Başrollarda Mithun Chakraborty və yaxud da ki Shashi Kapoor filan olmasa da, amma özümüz də pis oynamırıq. Thakur RS təqdim edir. Subhash Movie Units'in istehsalı, Hindistan. Əsas rollarda Mithun Chakraborty, Smita Patil, Mandakini, Shakti Kapoor, Amrish Puri, Om Shiv Puri, Dalip Tahil. Rəssam Maruti Rao Kale, operator Ratu Karmakar, senaryo müəllifi və rejissor Babbar Supaş. Oyna, oyna.